Qarabağa qarşı İspaniyada təxribat. Erməni diasporu hərəkətə keçdi. Çempionlar Liqasının 3-cü turunda keçiriləcək Atletik Qarabağ oyunu öncəsi xoşagəlməz hadisə baş verib. Maç ərəfəsində Ağdam klubuna qarşı təxribat cəhdi edilib. Offsideplus.az komanda.az-a istinadla xəbər verir ki, Bilbao şəhərində erməni diasporu Qarabağla bağlı təxribat xarakterli yazılar olan vərəqləri şəhərin müxtəlif küçələrinə yapışdırıb. Kağızlarda klubun adına və mənsubiyyətinə qarşı yönəlmiş mesajlar yer alıb. Qeyd edək ki, Atletik Qarabağ qarşılaşması oktyabrın 22-sində Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq. Hadisə sosial şəbəkələrdə narazılıqla qarşılanıb və azərkeşlər UEFA və yerli orqanları məsələyə münasibət bildirməyə çağırıblar. Sual, izləyici üçün. Sizcə, bu cür təxribatlara qarşı Qarabağ klubu və UEFA hansı addımları atmalıdır?